Sən deyəndə ki, Allahumma salli və səlim alə Muhammed. Allahım sənin salam və salamatın olsun Peyğəmbərimizə. Allah təala sənə nə edir? 10 savab yazar, 10 günahını silər, 10 dərəcəni artırar. Peyğəmbərimiz yenə də bunu bizlər üçün istəyib. Düşünün, bizlər üçün istəyib. Bizlər üçün istəyib ki, daha da cənnətdə yüksək məqama çataq və ona yaxın olaq. Amma görəsən biz nə qədər edirik bunu Peyğəmbərimizə yaxın olmaq üçün. Hətta bunu Allahdan istədi ki, ümmətim, Allah da ümmətinə verdi. Dedi ki, Allah Teala kim sənin ümmətindən sənə bir dəfə salavat etsə, yəni sallallahu aleyhi və səlləm desə, Allah ona 10 salavat edər. Nə deməkdir Allahın salavatı? Yəni Allah Teala sən aciz qulu öz dərgahında, mələklər yanında gözəl xatırlayar. Və bunu istədi, Allah da onu ümmətinə verdi. Nəyə görə? Peyğəmbəri sevsinlər və ona yaxın olsunlar deyə.